Şah II Təhmasibin hakimiyyəti dövründə baş verməmişdir. Hörmüz limanının Portuqalların əlindən alınması. Belə ki, bu hadisə Şah I Abbasın hakimiyyəti dövründə baş vermişdir. Cavab A bəndi. 1724-cü il İstanbul müqaviləsinə əsasən Rusiya Səfəvi şahına hərbi yardım göstərməli idi. Bu Peterburq sülhünün şərtidir. Azərbaycan torpaqları Osmanlı və Rusiya arasında bölünürdü. Xəzər boyu əyalətlər Rusiyaya ilhaq edilirdi. Araz çayı Səfəvi və Osmanlı dövlətləri arasında sərhəd xəttinə çevrildi. Bu Kirmanşah sülhünün şərtinə aiddir. Sualın cavabı B bəndi. Balkan yarımadası torpaqlarını Osmanlı dövlətinə birləşdirmişdilər. Sultan 1. Murad və 1. Bəyazid. Cavab C bəndi. Şah 1. Abbasın bütün İraqı yenidən Səfəvilərə birləşdirməsinə təsir göstərdi. Şah 1. Abbas bütün İraqı 1622-23-cü illərdə Səfəvi dövlətinə birləşdirmişdir. Bu dövrdə İngilis donanmasının Səfəvilərə kömək göstərməsi, belə ki 1622-ci ildə İngilis donanması Səfəvilərə kömək göstərmişdir, amma Portuqallardan Hörmüzü azad etməsi məqsədi ilə, yəni İraq məsələsinə bu hadisə aid deyil. Ankara döyüşündə Osmanlıların məğlub olması, bu Ankara döyüşü 1402-ci ildə baş vermişdir və Osmanlılar Teymurilərə məğlub olmuşdur. Sufyan döyüşündə 1. Abbasın qələbə qazanması, 1605-ci ildə Sufyan döyüşündə 1. Abbas Osmanlılar üzərində qələbə qazanmışdır. Amma bütün İraqı isə 1622-ci ildə ələ keçirmişdir. Belə ki, 1622-ci ildə Osmanlı Sultanı 2. Osmanlı vəfatından sonra Osmanlı dövlətində daxili çəkişmələr baş vermiş və bu Şah 1. Abbasın bütün İraqı Səfəvi dövlətinə birləşdirməsinə təsir göstərmişdir. Cavab D bəndi. Şirvanda mövcud olmuş yarım müstəqil xanlığa aid xüsusiyyətlərdəndir. Hacı Davudun rəhbərliyi ilə meydana gəlmişdir. İstanbul müqaviləsinə əsasən elan edilmişdir. Cavab C bəndi. Teymuri və Osmanlı dövlətləri arasında toqquşmaların səbəblərindən deyil, Əmir Teymurun Hindistana yürüş etməsi. Cavab D bəndi. Sufyan və Sınıq körpü döyüşləri üçün oxşar cəhət, hər iki döyüş Şah 1. Abbasın hakimiyyəti dövründə baş vermiş və Səfəvilər Osmanlılar üzərində qələbə qazanmışdır. Cavab B bəndi. 1730-cu ildə Nadir xanın Osmanlıya qarşı müharibəni dayandırmasına səbəb oldu. Xorasanda Səfəvilərə qarşı üsyanın baş verməsi. Cavab A bəndi. Panipat döyüşünün nəticəsini müəyyən edin. Dehli Sultanlığı meydana gəldi. Dehli Sultanlığı 1206-cı ildə meydana gəlmişdi. Panipat döyüşü isə 1526-cı ildə baş vermişdir. Rusların Qızıl Ordudan asılılığına son qoyulması isə 1480-ci ildə Uqra görüşü nəticəsində baş vermişdir. Böyük Moğol dövlətinin əsası qoyuldu. Sualın düzgün cavabı budur. 1526-cı ildə Babur Şahın başçılıq etdiyi qoşunlar Dehli Sultanlığının qoşunlarını məğlubiyyətə uğratmış və Böyük Moğol dövlətinin əsasını qoymuşdur. Əmir Teymur Osmanlılar üzərində qələbə qazandı. Bu 1402-ci ildə Ankara döyüşünün nəticəsinə aiddir. Göstərilənlər aiddir. Şah Səfinin hakimiyyəti dövründə imzalandı. Amasya sülhünün şərtləri bərpa olundu. Ərəb İraqı Osmanlı dövlətinə qaytarıldı. Göstərilənlər Qəşr-i-Şirin sülhünün şərtlərinə aiddir. Uyğunluğu müəyyən edin. Səfəvi hökmdarları Şah II Təhmasib, Şah III Abbas. Osmanlılarla hərbi toqquşmada məğlub oldu. II Təhmasib məğlub olmuşdur. Nadir xan tərəfindən hakimiyyətdən devrilmişdir. 1732-ci ildə Nadir xan tərəfindən II Təhmasib hakimiyyətdən devrildi. Cəlalə hərəkatına dəstək verdi. Bu Şah 1. Abbasın fəaliyyətinə aiddir. Osmanlı dövləti ilə hərbi toqquşmalar Şah II Abbasın hakimiyyəti dövründə də baş vermişdir. Rus qoşunları Azərbaycan torpaqlarından Şah II Abbasın hakimiyyəti dövründə çıxarılmışdır. Belə ki 1735-ci ildə
Rus qoşunları Azərbaycan torpaqlarından çıxarıldı. İngiltərə ilə müqavilə imzaladı. Bu Şah 1-ci Abbasın hakimiyyəti dövrünə aiddir. Deməli, sualın cavabı A bəndi. Xronoloji ardıcıllığı müəyyən edin. Konstantinopolun Osmanlılar tərəfindən fəth edilməsi 1453-cü il, Teymuri dövlətinin varlığına son qoyulması 1507-ci il, Böyük Monqol imperiyasının meydana gəlməsi 1206-cı ilə aiddir. Burada cavab 3, 1, 2 D bəndi. Rəst və Gəncə müqavilələri üçün ümumi cəhəti müəyyən edin. Rus tacirləri Səfəvi dövlətində gömrüksüz ticarət edə bilərdi. Cavab C bəndi. Əfqanların İsfahanı tutması ilə hakimiyyətdən devrildi. Şah Sultan Hüseyn. Cavab A. Əkbər Şahın uğurlu xarici siyasət qurduğu dövlətlərdən biridir. Əkbər Şah Portuqaliya ilə və Osmanlı dövləti ilə uğurlu diplomatik münasibətlər saxlamışdır. Cavab B bəndi.